Uzun müddətdir ki, kitab oxuya bilmirdim. Bunun da səbəblərindən birisi araşdırdıqca gördüm ki, mən işimin gərəyi süni intellektlə bağlı çox araşdırmalar aparırdım. Süni intellektin yenilikləri, necə tətbiq olundu və sairə və sairə. Demək olar ki, çox geniş, hər gün demək olar gündəmi izləyirdim. Detallı şəkildə məlumat almağa çalışırdım və araşdıranda gördüm ki, insan həqiqətən bir şeyi, yeniliklər, gündəlik hər gün yeni şeylər öyrənəndə onda artıq öyrənmə toxluğu deyə bir şey yaranmağa başlayır. Yəni öyrənməyə, məlumata artıq toxluq yaranır. Ona görə də oturub bir kitabı başdan axıra qədər oxuya bilməməyə gətirib çıxardır. Və yaxud da ki, YouTube-dan hər hansısa bir videoya sonuna qədər baxa bilmir. Baxsa da elə belə baxır, nə qeyd götürə bilir və s. və s. Bunun əsas səbəblərindən birisi özümdə sınadığım və nəticə etibarı araşdıraraq bunun həm özümdə, həm də digər sübutlarını gördükdən sonra bu qənaətə gəldim ki, insan həqiqətən də öyrənməyə toxluq yaşadığı təqdirdə başqa şeyləri öyrənə bilmir. Öyrənməyin də əslində qalsa bir limiti olur. Ona görə də əgər biz də kitab oxuya bilmiriksə, bir YouTube videosunu, ümumiyyətlə bir video başdan ayağa axıra qədər izləyə bilmiriksə, bunun elə bir səbəbi də bu ola bilər ki, biz gündəlik o qədər çox məlumat öyrənirik ki və o qədər çox məlumata məruz qalırıq ki, nəticə etibarilə bu bizim öyrənməyimizə belə təsir göstərmiş olur.